Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Necəsiz qızlar? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni soruşsaz, mən də yaxşıyam. Gördüyünüz kimi şəhərə getdik, gəzdik. 8 mart günü idi, amma biz heç yerdə oturmağa yer tapmadıq. Tək bir dənə çay içdik, başqa heç yerdə, yəni restoranlar hamısı dolu idi. Gəldik, sonra evdə belə özümüz üçün aldıq, gətirdik. Evdə özümüz üçün kino, film izlədik. Yəni özümüzə bir şey hazırladıq ən azından. Çünki heç cür yəni yerlər yox idi. Hər yer dolu idi bayrama görə. Ona görə elə bizə dedik heç nə, gedək oturaq evdə özümüz üçün film bir dənə nəsə bir şey tapaq qoyaq. O da elə axtara qaldıq. Heç filmə də baxa bilmədik, heç bir şey tapa bilmədik. Daha sonra atdıq başımızı, yatdıq. Belə bizim üçün yəni 8 mart belə keçdi. Bəs sizlər üçün necə keçdi? Yorumlarda qeyd edərsiniz. Mənə maraqlıdır ki, kim harda necə qeyd elədi. Düzdür, insan sevdiklərinin yanındadırsa, insan ailəsilə bir yerdədirsə, onun üçün hər zaman bayramdır. Ən əsas da qadınlar üçün. Amma yenə də insan istər-istəməz istəyir ki, nəsə bir xoş an yaşasın, nəsə bir, necə deyim, günə özəl nəsə bir şeylər olsun. Mənim də yoldaşım sağ olsun, əlindən gələni etdi mənim üçün. Allah razı olsun ondan. Belə qızlar, sonra səhərsi ayıldım, boğaz ağrısı ilə, üstünüzə sağlıq. Yəni hələ də heç özümə gələ bilməmişəm, yenə də boğazım göynüyür. Biraz bir-iki şey elədim, amma yenə də görürəm ki, hələ də ağrısı var. Düzdür, səsim falan, yəni heç bir şey yoxdur, grip falan da heç bir şey yoxdur, sadəcə boğazım ağrıyır. İndi bilmirəm necə olacam, inşallah ki, yaxşı olar. Siz də özünüzü qoruyun, soyuq su falan içməyin qızlar. Çalışın, ehtiyatlı olun. İndi deyirlər yenə bu aralar biraz yayılıb bu virus təzədən. Bilmirəm nədir bu. Özdə deyirlər korona kimi bir şeydir. Allah uzaq eləsin. Bir daha gətirməsin o şeyi. Belə nəysə qızlar, pis şeylərə qapılmayaq. Mən də səhər durdum. Səmənini neçə gündür ki, bilirsiniz, sizlə bir yerdə istağa qoymuşduq. Belə əskinin arasında büküb saxlayırdıq ki, düzərsin. Onu da gəldim, yığdım qablara belə. Dedim, yığım artıq. Çünki tam düzəlmişdi. İnşallah ki, bitər. Düşünürəm ki, bitər. Çünki görürəm, yaxşı düzəlib. İndi hər gün su verirəm ki, özünə gəlsin. Görək necə olur. Aradan bir gün keçmiş vəziyyətini sizlərə göstərəcəm indi. Görüm, yəni siz nə deyirsiniz? Bu bitəcək, yoxsa bitməyəcək? İnşallah ki, bitər. Mən alınmanı əslində xoşlayıram. Alınsa düşünürəm ki, yaxşıdır. Amma ki, istəyirəm ki, öz evimizdə həmişə özümüz qoyaq. Çünki uşaqlıqdan belə olub. Həmişə özüm qoymuşam. Ağlım kəsəndən mama həmişə eləyirdi. Amma özümün ağlım kəsəndən, yəni mən qoymuşam evimizdə də. Sonra qızlar, ona görə də evimizdəki adətimizi burada da edirəm. İstədim ki, özüm də belə yığım qablara belə özüm düzərdim. İnşallah ki də bitər. Qarşıdan gələn bu gözəl günlərdə hər birimizə düşərli uğurlu olsun, bol ruzili, bərəkətli olsun. Bu salfetkalarda qızlar ona görə qoydum ki, ilk 2-3 gün qoyursunuz, suyu belə üzərindən verirsiniz, tam belə özü su olmasın deyə. Bundan belə üzərinə əslində aura salfetkaları var, qalın. Onlarla olsa daha yaxşı olar. Məndə ondan yox idi deyə mən belə adi salfetka istifadə elədim. Qızlar, baxın, artıq burada martın 10-udur. Mən 8 gün, daha doğrusu 9 günü yığdım qablara. Martın 10 günüdür. Yəni bugün günorta belə çəkdim sizlər üçün. Düşünürəm ki, bitəcək. Çünki artıq demək olar düzəlib. Mama dedi ki, isti yerə qoy. Mən də mətbəxdə saxlayıram ki, ora ən azından istidir. Qaz falan yandır orada, yemək falan pişiririk. Ora isti olur. Baxın, belə yaxından çəkdim ki, sizlər üçün ki, görəsiz, düzəlib demək olar. İndi inşallah ki, bitər. Mən əslində yenə deyirəm, xoşum gəlir evdə qoymaq. Mənə daha gözəl görünür. Əsl Novruz abu-havası. Hələ xoşum gəlir ki, rayonda olsaq, qovurqa qoyurmaq, sacda, yəni çox sevirəm belə şeyləri. İndi nə bilim, şəhərdə belə şeylər yəqin ki, alınmır. Çünki yəni alınmır heç türdə, belə deyim. Ondan sonra qızlar, yoldaşım axşam gəldi. Mən deyirəm ki, uzaq durun bunlardan, amma yoldaşım yenə də alıb gətirir. Deyirəm ki, yemək istəmirəm də, mənə ziyanlı olmaz. Deyir, ye getsin, heç nə olmaz. Bundan nə olasıdır, 5 günlük dünyadır. Belə şeylərə takılma çox. Ona görə də mən də deyirəm, eybi yox. Belə qızlar, günün sonunu burada yekunlaşdırıram. İndi yəqin ki, növbəti videonun irəliyən dəqiqələrini görəcəksiniz.
Növbəti gündən hər kəsə salam. Bir daha xoş gəldiniz. Qızlar, bu günləri martın 11-idir, çərşənbə günüdür. Bu münasibətlə hər birinizə təbrik edirəm. Yel çərşənbəniz mübarək. Bu gün yel çərşənbəsidir. Biz də hər zaman ənənəmizə sadiq qalaraq, qaynanam sağ olsun gəlir, hər dəfə bizim hər çərşənbə nəsə bir şey hazırlayır. Bu dəfə də 3 bacı dolması hazırladı. Əllərinə sağlıq onun da. Sağ olsun. Yəni hər zaman çalışırıq ki, ocağımızı dolu eləyək. Allah hər kəsin ruzisini versin, hər kəsin ruzisini yetirsin. Heç kimin ocağı, heç kimin qazanı boş qalmasın. Hər kəsin qazanı hər zaman qaynar olsun. Bayramdır, əziz gündür. Təbii ki, hər zaman Allah ruzi yetirəndən sonra hər zaman bayramdır. Belə qızlar, Allah hamının ruzisini yetirsin. Bir daha deyirəm, səsim yarıda qaldı çünki qapı döyüldü ona görə. Burada da qaynanam belə xörək hazırlayır. Mən də dedim ki, yüngülvari çəkiliş edim. Bu arada göz haqqınızı da halal edin. Allah hər kəsin süfrəsini dolu eləsin. Burada isə qızlar, bir gün öncə çəkmişəm bunu, amma yerləşdirmək istədim. Bunu post bölməsində paylaşmışam bu günləri. Mən belə bir həvəsim var ki, bilmirəm demişəm ya yox sizlərə. Belə dekor şeylər düzəltməyi çox xoşlayıram. Xoşum gəlir ki, nəsə bir şeylər evdə düzəldim özüm üçün. Burada gecə saat 11 belə olardı, 11 falan 12 işləmişdi, düzəldirəm. Yoldaşım deyir ki, gör nə qədər bekar olasan ki, sən bu işlərlə məşğul olarsan. Neyniyim qızlar, bekarçılıqdır. İnarsız telefona baxmaqdan zəhləm gedir artıq. Belə yəni heç xoşum gəlmir. Hər dəqiqə telefon əlimizdə. Adi arada belə şeylər edirəm ki, olmasa başım biraz dincəlsin. Çünki telefon, televizor bezmişəm artıq şüalı şeylərdən nə qədər olar. Ona görə belə özüm üçün məşğuliyyətdir, özüm üçün hazırlayıram. Postda yazan xanımlar olmuşdu ki, özünə biznes qur, nə bilim, neynə, yəni ki, sata bilərsən. Düzdür, məsləhət görmüşdülər, sağ olsunlar, amma qızlar, elə şey heç səbrim çatmaz. Yəni, durub satış eləyim, güllər düzəldim, satım. Bunu sadəcə olaraq özüm üçün hobbi olaraq, yəni marağa edirəm. Yəni, bu durum müştəri yığım, müştəri ilə məşğul olun, belə şeylərə heç səbrim yoxdur. Ona görə adi özüm üçün evimdə bəzək üçün yəni istifadə etməyə çox xoşlayıram belə şeyləri. Əgər siz də yəni istəsəz, YouTube-da girib baxıb öyrənə bilərsiniz. Çox asan bir şeydir. Heç buna da elə böyük bir şey getmir. Adi tapançanız varsa yapışdırıcı, kley alırsınız, leddir, bir də ki, gördüyünüz o çubuqlardır. Yəni, çox asan bir şeydir, çətin deyil. Sadəcə olaraq onu yapışdırmaq biraz adamı yorur. O hissəsini mən çəkməmişəm sizlərə, istəmədim sizləri də yorum. Elə belə adi, rahat şəkildə çəkdim ki, sizlərə bir görüntü olsa da göstərim ki, yəni ki, eləmək daha rahatdır. Sadəcə olaraq yapışdırıcı yeri biraz çətindir. Ona görə hər dəfə ya yandıranla, ya şamla belə yapışdırasan. O biraz adamı yorur belə, amma yəni ki, rahat bir şeydir. Adamın əsəbləri də sakitləşir. Həm də mənim vaxtım da gedir. İnarsınız, bunu edəndə 11-də oturmuşdum üstündə. Bir də gözümü açdım ki, artıq saat 1-ə qalıb, 1-dir, dur yat. Nəysə, əslində gecələr gec yatan insanam. Normalda tez yatan biri deyiləm. Bizim yəni yatmağımız maksimum çəkir 2-yə, 1-ə. Yenə də belə özüm üçün məşğuliyyət. Belə qızlar, bəyəndinizsə yorumlarda yazarsınız. Fikirlərinizi gözləyəcəm.
qızlar, 3 dənə, 2 dənə, 3 dənə düzəltdim belə. Səbrim çatmadı çox. Həm də gec idi axşam. Ona görə belə düzəltdim, çatdırdım özümü yer çərşənbəsinə. Bunu əslində buna görə eləmişdim ki, belə gül qabına qoyaram. Bu keçən dəfə bu Novruz dekorunu almışdım. Belə pis görünürdü təmtək. Belə güllərlə istədim ki, maraqlı bir görüntü olsun. Yəni ki, yer çərşənbəsidir. Maraqlı bir şeylər istəyirəm ki, düzəldim. İndi inşallah ki, görüm başqa nəsə tapsam dekor falan, onları da düzəltmək istəyirəm. Əslində belə şeylər o qədər marağım var ki, mən əslində öz evimizdə olanda subay vaxtı belə şeylərə marağım yox idi. Ailə qurandan sonra nədənsə belə şeylərə daha çox marağım artıb. Bilmirəm nədir bu, niyə belədir. İndi deyəcəklər ki, evdə bekar oturursunuz ondandır. Xeyr, elə mən ata evdə də bekar otururdum. Onluq deyil. Sadəcə olaraq ola bilsin ki, insan yaş artdıqca belə şeylərə daha çox maraq artır. İsə qızlar artıq bilirsiniz ki, çərşənbədir. Düzdür, bizdə şirniyyat falan hələ heç bir şey hazırlamamışıq. İndi inşallah gələn həftədən yəqin ki, başlayıb hazırlayarıq. Burada da elə dedim biraz evdə olanlardan belə xonça düzəldim. Keçən dəfə xonça etməmişdim. Məndə Novruz şey var idi. Yəni ki, Novruza aid bir kutu var idi belə. Onun içərisinə düzmüşdüm. Amma dedim ki, burada belə xonçaya yığım. Yəni xonça düzəldim. Belə maraqlı bir görüntü olsun. İnşallah ki, sizlər də bəyənərsiniz. Dediyim kimi, elə böyük bir şey, yəni hələ bazarlıq falan Novruza aid heç bir şey etməmişik. Sadəcə evdə olanlardan belə özüm üçün hazırlamaq istədim. Bu arada da səmənimiz hələ bitməyib. Hələ ki, inşallah ki, bitər. Ya bitməsə də alarıq. Hələ ki, almırıq ki, çünki qaldıqca saralır. Ona görə də atmağa heyfimiz gəldiyi üçün dedi, ebi yox, ya bayrama bir gün qalmış, ya bayram günü alarıq inşallah. Belə qızlar, Allah hər kəsin süfrəsini bol ruzili eləsin. İnşallah qarşıdan gələn bu Novruz bayramı bol ruzili olsun. Allah hər kəsin ocağını, süfrəsini dolu eləsin. Heç kimin süfrəsini boş qoymasın. Şamınız, işığınız hər zaman yanar olsun, hər zaman isti olsun. Bütün dərdiniz, acınız, yəni necə deyim, probleminiz var, bu yel çərşənbəsindən uçsun, getsin inşallah. Yelin mənasını bilirsiniz ki, hərəkət deməkdir. Hərəkətiniz inşallah bərəkətli olsun. Mən də əlimdən gələni qədər edirəm ki, nəsə süfrəm boş qalmasın, nəsə bir şeylər etməyə çalışıram. Bunu da sizlərlə paylaşıram. Pisdir, yaxşıdır. Hər nədir qızlar, mən beləyəm, yəni buyam, yəni belə pis çıxmasın demək. Yəni ki, mən xoşlamıram özənim, bözənim. Yəni artıq bilirsiniz, gözümüz öyrəşib estetik şeylərə çox belə. Mən amma xoşum gəlir belə qədimi maraqlı, yəni qədimə aid olan bir şeylərdən. Əvvəllər necə edirdilər onlardan. Yəni mən bu dünyanın adamı deyiləm bir sözlə. Mənə xoşum gəlmir ki, təkrar eyni şeyləri yəni göstərim, eyni şeyləri edim. Bir sözlə qızlar, bayramınız mübarək. İnşallah ki, qarşıdan gələn Novruz bayramı bizlərə düşərli olsun. Özünüzə yaxşı baxın. Növbəti bayram vloqlarında görüşərik. Hələlik.